Salam aleyküm herkese. Bugün sizlerin Instagram'ı necə silmək lazımsa onu göstereceğim. En güzel ve en rahat variantını diyeceğim. Instagram'a daxil olun. Daxil olduqdan sonra burada 3 tane çizgi var. Sağ timdə girdik buna. Gördüğünüz kimi hesap merkezi var burada. İşaretlediğim yer. Bura girdikdə aşağıda şəxsi məlumatlar var gördüğünüz kimi. Şəxsi məlumatları giririk. Burada sonra hesab sahəsini və nəzarəti bu hissə. Bir dənə giririk. Deaktiv etmə və ya silmə. Bir dənə buraya giririk. Burada Instagram'ımız adı çıxar. Yəni üstünə vururuq. Gördüğünüz kimi bu hissədə hesabı sil var. Hesabı dondurma var. İstəsəz hesabı dondurda bilərsiniz. Az müddətlik yəni. İstəsəz ömürlük yəni hesabı silməsi də var. Deməli aşağıdakı yeri gəlirik. Devam et. Buradan sonra buradan sizdən Instagram'a niyə görə silirsiniz deyir. Instagram'a niyə görə silmək istəyirsinizsə. Mən bir şey bunu seçirəm. Bunu seçin ki daha rahat olur. İkinci bir hesap yarattım yani. Bu artık hesaplar. Bura vurursunuz. Aşağıda gördüğünüz gibi devam et var. Devam et vururuq. Bir tane de deyir. Devam et. Vurdu burada. Sonda sizdən şifrenizi istəyir burada. Şifrenizi de yazırsınız. Deməli mən yazdım. Yazdıqdan sonra yenə də vurursunuz, devam edər. Gördüğünüz kimi burada yazılır. Mayın 8-i yəni silinəcək. 30 gün ərzində qaytarmaq olur hesabı. 30 gündən sonra həmişəlik hesabınız silinir. Bir dənə də vururuq hesabı sil. Destekləyirik. İnternet zəif olduğu sürəcə keçiş eləyir. Deməli hesabımız silindi. Bu mənim ikinci hesabımdır. Zəhmət olmasa burada takip atarsınız. Resit açmaz. Deməli dostlar, Instagram silindi. Ən gözəl və ən asan variantı. Buradan da silə bilərsiniz. Bax, buradan sizi göstərirəm. Gördünüz mü? Aşağı gelirsiniz. Yardım merkezi. Gördüğünüz burada talep var, talep. Onu vurduğundan sonra burada gördüğünüz gibi yardım merkezi var. Eğer buradan silmek de olur. Çok var Instagram'da görmüşüm paylaşılan video. Buradan siləndə tam anlamayacaksınız. En güzel variant mən deyəndir. Yani buradan yazırsınız hesap sil. Hesap sil yazanda yani en şey çıxır. Yani burada siz kesin olduğu için oradan məsləhət görürəm. Bax bu hissədir. Instagram hesabınızı kalıcı olarak silmə və ya dondurabilirsiniz. Burada girdikdə hesabınızı silə bilərsiniz. Video beğenmeyi və şərhlərdə sualınız olsa yazabilirsiniz. Sağ olun.